Aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günləri Sultan Ofis olarak değerli izleyiciler, mükemmel kupçalı paket həyat evimizin çəkilişinə gəlmişik. Bakın, salam dostlar, necəsiniz? Keyfi sağlıyız. YouTube kanalında Sultan Ofis'e abonəsiniz. Like. Değerli dostlar, gördüğünüz kimi bak 117 nömrəli məktəbdən çıxan tələbələrdir. Düz məktəbin yanında paket kupça, super 3 otaqlı, geniş 100 kvadratlıq 2 sotun içində həyat evimizin çəkilişindəyik. Dostlar, daxil oluram evimizə. Ama gelmemişten önce 1 saat qabaq xəbər etməlisiniz ki, ev sahibi burada yaşamır. Gəlsin, açsın, girək baxaq değerli izləyicilərimiz. 100 kvadratlıq evdir, 2 sotun içində. Bir sotu evi götürür, bir sot həyat götürür dostlar. Ev mükəmməldir, qəşəngdir. İçinə girəcək, baxacaq. Çöldən belə görünməyinə baxma, köhnə oturulmuş evlərdəndir dostlar. Çöl sanitar qovşağı var, elə buradan göstərmək istəyirəm. Çöl sanitar qovşağı var. Burada əldamısı var. Dövlətin şirin suyu var, sayğazlı. Deməli, buradakı əldamı yeridir dostlar. Burada nə belə də balon, banka zad yığmaq üçün belə bir yerdir. Udoblu bir yerdir. Məhəllədəki gördüyünüz kimi dostlar, həyat bazar mükəmməl, səliqəli, asfalt yol məhəllə, məktəb böyründə, yəni istəyirsən buranın alsa 2 mərtəbəli villadır, şəxsi işində. Amma qiymət də münasibdir, paket kupça qiymət 100 minə. Gəl götür, Allah xeyrini versin. Birinci daxil olan evimizin koridoruna. Bismillahirrahmanirrahim. Selamun aleyküm değerli dostlar, değerli izleyiciler. Bakın, evimizin koridoru. Burada dama çıxış yeri. Bak, bam hissəsi var. Gəlin bir dənə sanitar qovşağına baxaq. Evimizin sanitar qovşağı geniş, böyük, iri. Gördünüz dostlar. Elə bir otaqdır da. Plus, gəlin bura. Bura qladovka eləyə biləcəyiniz yer. Bax, buradan bağlayıb, qapı qoyub buranı qladovka da eləmək olar. Plus, burada bir dənə mətbəximiz var. Qəşəng mətbəxdir. Ev yolanın bir dənə çəkilərdir. Aha, gəlin Aysun xanım bu tərəfdən görünmək istəmir. Aha, gəlin belə. Evimizin mətbəxi geniş, iri. Bax, bir dənə stol belə qoymuşuq. Birini buradan belə qoymuşuq. Plus mebel, membranlı, qəşəng yığılmış mebeldir. Qaz peçi, suyu, xaldenlikli, zaten hər şeyi qatmalojun üzerində kondisionerinə qədər də var dostlar. Kondisionerinə qədər var, hər şeyi hazırdır. Işıqları zaten katpalojuna öz qaydasındadır. Yani gördüğünüz kimi real alıcılar, kombi, 2 minut qat, daşları, radiatorları hamısı burada. Gəlin keçək evimizin zalına. Gəlin bura. Evimizin dostları zalar. Mən nə deyim? Siz bir qiymət verin da. Bax, 12 metr uzunluğu, nə bilim axı, 5 metr enində. Belə bir mükəmməl, üstü də apşıqqa, qalın çılçıraqlar 2 dənə. Necədir? Və səliqəli. Plusdakı dostlar, burada bir dənə nə var? Akvaryumumuz var. Bax, akvaryuma baxın elə. Akvaryum mənim ən xoşuma gələn stillərdən biridir. O tərəf yataq otağıdır, bu tərəf zaldır, burada da akvaryum. Burada da ki, akvaryumun içində olan balıqlardır. Yapışdırmışız tərək bura. Dostlar, evimiz kıla kimi ev. Daha gəlin, qabağa gəlin elə. Bax, televizor stent yeri zaten necə lazımdır, hər şey öz qaydasında. Otağımıza daxil olaq. Gəlin bura. Otağımız geniş, səliqəli, iri bir otaqdır. Necə lazımdır, kulturla. Hər şey öz qaydasında, çılçırağına qədər. Bir də burada nə var, diqqətimi çəkdi Ayşin. Bir dənə yaxınlaşaq. Bakılıların dədə-baba qanunu. Şeydən şkaf, pəncərə yerindən şkaf, özləri düzəlmə, dolablı. Dostlar, mükəmməl evdir da. Əsil, mən sizə bir söz deyim, Bakılılara layiq olası bir evdir. Əsil Bakılı havası gəlir evin içindən. Elə bir ki, bizə nətəri, Sovetski var ha, Sovetskinin ətri qoxusu gəlir buradan. Məhləsindən də, məhlə biraz şeydir, məhlədir. Məhləsindən də, evin özündən də. Elə bir ki, Sovetski, dava bura. Gəlin plus bu tərəfə. Bax, bura evdə bu 5 yerə eş götürüləcək. Bax, bunlar hazır yığılıb dostlar. 5'lər yığılıbdır. Elə bir dənə desən ki, gəlib alıram. 5 problem. Bax, bunları yığırıq qazelin dalına. Ya Allah, biz getdik. Bu evdə oldu sizin. Allah xeyir versin. Qiymətdə də cüzi endirim olunacaq. Evdəki qəşəng solid evdir. Rahat ev istəyənlər, belə bir gözəl ev istəyənlər, paket kupçu istəyənlər,
Yəni məhəlləsi, bazarı, bax xəstəxana 29 nömrəli poliklinika düz yanında, 117 nömrəli məktəb düz böyründə, ondan sonra bazar böyründə, Araz marketi olsun, Rahat marketi olsun, nə bilim axı, hansı market? Bazar store olsun. Hər şey bazarın düz qulağın dibidir də. Yəni ki, gəldin, girdin bazara, çıxdın, girdin evə. Bax belə bir temadır. Opşim, qardaşlar, bu ev Bakılara nəsib olsun deyirəm. Allah can sağlığı versin. Öpürəm sizləri. Bağrıma basıram. Allah razı olsun hər birinizdən. Like atmağı unutmayın da.